Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllim və şagirdlər. Gəlin belə bir sualın izahına baxaq. Bizə AB-ni verib loqaritm 2 əsasına görə 81, BS 3/2-dir, DC loqaritm 3 əsasına görə 2-dir və AD-də ki x-dir. Bizdən AD-ni istəyir. Aha, burada AC tənbölənidir. M-in M nisbətinə bölür burada. Və tənbölənin xassəsini mən burada tətbiq edə bilərəm ki, alaram ki, loqaritm 2 əsasına görə 81-in 3/2-yə nisbəti, gəlin yazaq. Loqaritm 2 əsasına görə 81-in 3/2-yə nisbəti bərabər olmalıdır x-in loqaritm 3 əsasına görə 2-yə nisbəti. X-in loqaritm 3 əsasına görə 2-yə nisbət. Buradan alacam ki, tənasübə girsəm, alacam ki, 3/2x bərabərdir loqaritm 2 əsasına görə 81 vurulsun loqaritm 3 əsasına görə 2. Bu şəkildə. Və mən nə eləyəcəm burada? Burada gəlin yazaq 3/2x bərabərdir. Bunu yazıram ki, loqaritm 2 əsasına görə 81 nədir? 3/4 və bu 4 də qarşıya keçə bilir. 4 də qarşıya keçdiyi üçün olur. 4 loqaritm 2 əsasına görə 3 vurulsun loqaritm 3 əsasına görə 2. Bax belə. Buradan alıram ki, 3/2x bərabərdir. Bu 3'lər gedir, qalır 4 loqaritm 2 əsasına görə 2. 2 əsasına görə 2 də bizə verir 1. Deməli, belə nəticəyə gəlirəm ki, 3/2x bərabərdir 4-ə. Buradan 2x eləyir 12, x da bərabər olur 6. Bizdən də x-i tapmağımız tələb olunurdu. Cavab olur 6, yəni ki, B bəndi. Belə.